Bugün sizə sızanaqlar haqqında qısa məlumat verəcəm. Sızanaqlar dediyimiz xəstəlik pi vəzlərinin iltihabı xəstəliyidir. Daha çox rast olunur yeniyetmə dövründə pasientləri narahat edir. Cinsi hormonların aktivləşmə periyodundan başlayaraq dəriyə pH-ını da artır, dərinin pH-ı dəyişir, tər vəzlərinin xüsusiyyəti dəyişir və bu halda dəriyə müəyyən patogen infeksiyaların yoluxması üçün əlverişli şərait yaranır və bu dönəmdə də dəridə sızanaqlar yaranmış olur. Sızanaqları biz əsasən müşahidə edirik üz dərisində və kürəkdə, harda ki daha çox pi vəzləri sıx yerləşir. Bildiyimiz kimi pi vəzləri ovuc və ayaq altından başqa bütün dəri örtüyümüzdə vardır. Özəlliklə baş dərisində bura aiddir həm üz dərisi, saçlı hissə, həmçinin sinə dərisi, döş sümüyü proyeksiyasında dəridə və kürək dərisində daha çox sıx yerləşir. Ona görə də bu nahiyələrdə yerləşən pi vəzlərinin iltihabına daha çox rast gəlirik. Sızanaqlar dediyim kimi pi vəzlərinin iltihabı xəstəliyidir. Bu da stafilokok, streptokok müəyyən bakterial infeksiyaların yoluxması ilə başlayır. Həmçinin son illər deyərdim ki, sızanaqlarla müraciət edən pasientləri analiz etdikdə laboratoriyada 70% hallarda demodex gənəsi aşkarlanır və demodex gənəsi də bildiyimiz kimi yad parazitdir, dəriyə yoluxur və nəticə etibarilə dediyimiz stafilokoku, streptokoku bakterial infeksiyanı dəridə gəzdirərək daha difuz yaymış olur. Ona görə də üzünüzdə olan hər hansı bir sızanağı yarandığını görərsəniz, özünüzün müdaxilə etməyini tövsiyə etməzdim. Gənclər özləri sıxır, daha da infeksiyanı yayır və nəticə etibarilə xəstəliyi daha da ağırlaşdırmış olurlar. Pasientə düşən nədir? Gigiyenanı gözləmək mütləq şəkildə və ciddi pəhrizə əməl etmək lazımdır. Dediyimiz pəhrizə burada acılı qidalar, ədviyyatlı, şirniyyat yemək, süd məhsulları olar və süd şəklində, süddə bişən kaşaları yeməyi tövsiyə etməz. Ona görə deyirəm ki, pasientə düşən əsas ciddi pəhrizə əməl etməsidir və mütəxəssis dermatoloqlara müraciət etməklə biz çox uğurlu müalicəsinə nail oluruq və dərinizin zədələnməsinə yol vermərik.